Milyonerin həyat yoldaşı makiyajını eləyirik və obrazını yaradırıq. Öncə özümüzü yaxşıca nəmləndiririk. Münasib qiymətli məhsullarla bahalı bir görüntü verən makiyaj eləyəcəyik. Dərim çox gözəl görsənməlidir, çox baxımlı görsənməlidir, çünki axı milyonerin yoldaşıdır. Mən gördüyümü siz də gördünüz də yəqin ki. Dərimi çox bağlamaq istəmirəm, çünki çox gözəl parıldayır və çox baxımlıdır. Amma yüngül, sətin bir bağlama. Tonal krem üzümü çox örtməməlidir. Dərimin gözəlliyi olduğu kimi qalmalıdır. Qaşları təbii bir rəngləri çərçivəyə alıram. Sən nə makiyaj edirəm? Milyoner başı makiyaj. Sadəcə uzunluq verəcəm. Qaş girindən istifadə edəcəm. Təbii, belə pışını alınmamış qaş effekti yaratmaq istəyirəm. Wow. Səhər yeməyini avokadoyla açıb, axşamı da amerikano ilə bitirən bir üz konturu eləməliyəm. İncə belə arıq. Qızartı olmasın, sırf üz xətləri bəyt olsun. Bunu elə korreksiya etməliyəm ki, sanki bahal bir həkimdə edib, amma etməmiş kimi görünən bir konturu. Belə. Əlliyi elə seçməliyəm ki, sanki öz yanaqlarımın rəngidir, heç də bahal bir tərəfini olmur. Həlakırsız nə bilənir. Bir dəqiqə. Parıltım üzümdən də. Göz makiyajımda nude təbii rənglərdən istifadə edəcəm. Gözümü daha böyük göstərən, amma çox da gözə çarpmayan bir makiyaj. Biraz da təbii parıltı. Xalımı yaddan çıxartmıram. Kipriklərimi kosmosa uçura biləcək bir kosmetik tuş. Dodağı çərçivələyərək çox gözə çarpmamalıdır. Çox təbii və cəlb edici bir rəng seçirik və əlbəttə ki, volum verən bir lip gloss seçirəm. Münasib qiymətli məhsullarla milyonerin yoldaşı makiyajı sizcə alındı mı? Məncə alındı. İndi sizin fikirlərinizi də gözləyirəm.